Salam, hər birinizi xoş gördük. Güvən nəşrlərinin 14 dekabr tarixində keçirilmiş olduğu sınaq 7 imtahanından 10-cu siniflərin suallarına baxaq. Listening sualları hələ ki məndə yoxdur, birazdan şərhə qeyd edəcəm, oradan baxarsınız. Biz 5-ci sualdan başlayaq. Yesterday var 5-ci sualda keçmiş sadə zaman göstəricisidir. Forget, forgot oldu keçmiş sadə zamanda, yəni B-dəki kimi yesterday'ə görə keçmiş zaman qoyduq. 6-cı sualda isə the moonlight of its own, deməli ayın öz işığı yoxdur deyir. Ümumi bir isimdir, ümumi bir faktdır deyə indiki sadə zaman axtaracağıq. Yəni doesn't have olur. 6-da D variantı oldu. 7-ci sualda zaman uzlaşmasıdır. As soon as-dan sonra bilirik ki, will istifadə olunmur. Deməli, dərslərini bitirən kimi şagirdlər sinifi tərk eləyəcək deyir. Yəni, finishes-dən indiki sadə zamandan will leave gələcək sadə zaman uzlaşır. As soon as-dir, if-dir, when-dir, bunları burada görə bilirik. Məsələn, B-də finish keçmişdir, will gələcəkdir, uzlaşmır. D-də indiki zamanda finishes, left keçmişdir. C-də finish keçmiş, leave indiki uzlaşmaya görə digərləri olmaz. 8-ci sualda isə deməli xəritə turistləri şəhər ətrafında bələdçilik edə bilir deyir. Yəni C variantı oldu məna baxımından. 9-cu sualda upset qəmgin olmaq, qəmgin sözündən elə worried, unhappy, angry tutmaq olur. Inspire ilham verməkdir. Misal üçün bura A düz gələr. To feel someone with confidence and desire olan hissə. Yəni 1C, 3A olan hansı qaldı? 1C, 3A, cavab 9-da Y variantı. 10-cu sualda bizdən antonimi soruşur. Borrow, borc almaq, lend, borc vermək, yəni borc vermək, cavab Y oldu. Deməli, 11-ci sualda isə bizdən düzgünü soruşur. Samdan sonra furniture veribdir. Furniture sayılmır, S qəbul etmir. FU sayıla bilənlərlə olur, bread sayılmayan isimdir. 1, 3, 5, cavab C variantı oldu. 12-ci sualda soyadların qabağında Z olur və cəmlənir. Ona görə Z Smith olur və sağ tərəfdə ölkə adı şəhər adının qarşısında boşluq olurdu. Z boşluq olan variantımız D variantı. 13-cü sualda onlar parkı özləri təmizlədi. Z-yə görə themselves axtarırıq. A və B arasında qalırıq, bir də Y arasında. Öz əlləri ilə Z hand, Z-dən sonra isim gəlir bilirsiniz. O öz əlləri deyəndə B-ni götürəcək. Çünki Z plus isim olmalı idi. Deməli, 14-cü sualda 10 team komandada ən yaxşı oyuncudur. Üstünlük göstəricisi var burada. The best üstünlük göstəricisidir. 15-ci sualda Amerikan yazısı tərəfindən yazılıb. Bay axtaracaq solda və sağ tərəfdə 19-cu əsrdə inlə istifadə olunur əsr qayda olaraq. Ona görə 15-də A variantı oldu. 16-cı sualda bizdən qaydası soruşur. Begin, began, catch, caught, caught daha doğrusu, break, broke. Yəni B variantı oldu. 17-ci sualda pick up, yığmaq, toplamaq deməkdir. O kağızları götürəcək deyir. Qəzə, toplamaq, götürmək, collect, götürmək. 2 və 3 doğru cavabdır. Getdik short tekstlərə. 18-ci sualda doğru cavab olacaqdır Y variantı. Burada deyir ki, Y-də şagirdlər öz proje notlarını gətirməlidirlər. Baxaq, sonda please bring your project notes var və əziz şagirdlər deyir. Burada yəqin ki, əksər uşaqlar nə yazıblar? Yəqin ki, A yazıblar. Burada belə bir şey var, yəni biraz çaşdırıcı sualdır. Science fair, yəni bu elmi yarmarka falan vaxtda baş verəcək birinci günü. Amma iclas baş verəcək, meeting olacaqdır. Burada nə deyir? Yaxınlaşan bu yarmarka barədə müzakirə gedəcək. Yəni bu sizi çaşdırıbdır. Böyük ehtimal ki, əksər uşaq orada A-nı götürəcək. 19-cu suala baxaq. 19-cu sualda A variantı olacaqdır. Emma Sarahı testi keçdiyi üçün təbrik edir. Bir saniyə. I am glad to hear you
Passed your driving test, congratulations. Təbrik edir burada. Ona görə 19'da oldu A variantı. 20-ci sualda isə olacaqdır C variantı. Kimsə pul qabısını itirib kafeteriyada. A wallet has been found in the school cafeteria. Pul qabı tapılıbdır. C-dədir ki, kimsə onu itiribdir. Yəni eyni mənaya gəldi. Ona görə 20-də C variantı oldu. Reading sualı 9'larla eynidir. Aşağıki videoda, yəni bundan qabaqki videoda paylaşmışam. 9'ların imtahanı olan videoda. Oradan girib yoxlaya bilərsiniz bir-bir. Ümid edirəm ki, faydalı oldu. Listening-i də birazdan şərhə qeyd edəcəm. Hər birinizə uğurlar olsun.